tamaşaçılar, herkesi salamlayıram. Bugün İr Akademiyasının 3 yaşı tamam olur. 1 yaşı, 2 yaşı, 3 yaşı her birinde aparıcısı ve o güzel tədbirin iştirakçısı olmuşam. İrayda xanım artıq 3 ildir İr Akademiyasını fəaliyyət göstərir. Həm təsisçisi, həm rəhbəri olan İrayda xanım İr Akademiyasında tip kursları fəaliyyət göstərir. Bugün ise gördüğümüz bu akademiyanın 3 yaşıdır. Möhtəşəm bir tədbir olacaq. Magazin səsi də buradadır. Mən burada varamsa neler olacaq birazdan. Aşık olmadan gel. O gidişin sonu kötü, kalbi kaybetme gel. Siyahını bırak da gel, neredesin yeter. Aşka zulmedip küsmesen yeter. Şafağın kararır, kararır geceler. Əziz xanımlar, cənablar, bir daha hoş gördük hər birinizi bu gözəl, bu möhtəşəm gündə, möhtəşəm məkanda. Təbii ki, hər birimizin bu məkana yığışmaqda bir səbəbi, bir amalı var. Bugün bir möhtəşəm kollektiv buradadır. Mən rica edərdim elə əvvəla bir gürültülü alqışlar gəlsin, özümüzü alqışlayaq, möhtəşəm alqışlarla. Təşəkkür edirik hər birinizə. Və vaxt itirmədən, ola bilsin hansısa sözlərində səhvlik oldu, üzürlü sayasınız. İr Akademiyasının bugün səhv etmirəmsə 3 yaşı qeyd olunur. Daha gürültülü alqışlar gəlsin bu möhtəşəm akademiyanın şərəfinə. Və mən istərdim ki, akademiyamızın təşkilçisi və rəhbəri Doktor İrada xanım təşrif buyurub, xoş gəlib, səfa gətirib. Möhtəşəm alqışlarınızla dəvət edəcəm. Bu öz ürək sözlərini qonaqlar üçün əlmağan etsin. İrada xanım, buyurun. Salam, mənim əzizlərim. Xoş gəlmişsiniz. Bugün bizim akademiyanın 3 yaşıdır və ailecə, balaca, əzizlərim, doğmalarımla birlikdə qeyd edirəm. Təşəkkür edirəm yomunuza, hürmət edib gəldiyiniz üçün. İstəyərəm ki, Mətbəx xanımı çağırım, bizə xeyirli asım versin. Bu güzel, yani ki Zuzi restoranında bizim çok sevdiğimiz hekim, kosmetolog İrade Qiyasovanın təsis ettiği İR Akademiyasının yubileyine, 3 illik fəaliyyətinə gələn qonaqların hamısını salamlayıram. Ve İrade Xanımın nuruna, işığına,
bayramına sevinen bugünkü onun yaxın deməli dostları, əzləri, qohumları hamısına uzun ömür, möhkəm can sağlığı, nailiyyətlər, uğurlar arzulayıram. Bu məclisdə deməli mənim çox sevdiyim, vətənpərvər, Allahpərvər, həddindən artıq həqiqət yolunu tutan Elçin müəllim Axundzadə, bir də Telman müəllim Qasımov bizim məclisdədir. Biləsiniz ki, dövlətimizə, xalqımıza, millətimizə nə qədər fədakar əməklərinlə sevindirib. Mən qürur duyuram ki, onlar da, yəni İradə xanıma diqqət edib gəliblər. Təşəkkür edirəm gəldiklərinə görə. Ayrıca mən təşəkkür eləmək istəyirəm Elçin müəllim Axundzadəyə ki, məni, alimi, yəni ki, belə bir gənc xanımla, həkim, kosmetoloqla və çox abırlı, ismətli, ləyaqətli, ədalətli, həssas, incə düşüncəli, xeyirxah bir xanımla məni tanış edib. Bu xanımın iki gözəl əkiz oğulları bu dəqiqə Türkiyədə, yəni ki, çox mötəbər universitetdə yəni təhsil alırlar. İnşallah gələcək fəaliyyətə qoşulub, yaxşı bu işi yüksək səviyyədə qaldırıb, yəni ucaldacaqlar. Ayrıca İradə xanıma bildirirəm ki, qısa devirdə biz bununla tanış olandan sonra Tibb Universitetinin Əczaçlıq Texnologiyası və İdarəçilik Kafedrası ilə yəni əməkdaşlıq etməyə biz rəhbərliyə əlbəttə ki müraciət etdik və onlar bizim sahədə əczaçı kosmetoloq və kosmetologiya qəbul olan magistraturaya tələbələrə icazə verdilər ki, İradə xanımın İRR Akademiyası bizim tədris, təcrübi bazamız olsun. Bu böyük bir nailiyyətdir qısa devirdə. Onun bizə göstərdiyi inama və bizim də ona olan məhəbbətin nəticəsidir. Amma onun başqa fədakarlığı var. Bir həkim kosmetolog kimi bacarıqlı, qabiliyyətli, savadlı, bilikli və çox təcrübəli və nizam-intizamlı bir öyrəndə ki, saf qadındır, həddindən artıq mehribandır ünsiyyətdə, həddindən artıq ədalətlidir, həddindən artıq xeyirxah və ona görə qısa devirdə mən onu çox sevmişəm və bir ana kimi, bir nənə kimi ürəkdən arzu edirəm. Bizim İradə xanımı da sevindirin. Allah hər yerdə sənə dayaq, uca zirvələr, bol ruzu bərəkət arzu edirəm. Hoş gəlmisiniz. Bir daha mətbəxan demişkən, yeyin için mən istəyərdim ki, Telman müəllim də çağırın, ürək sözlərinizi. Xoş gəlibsiniz. Mən də İradə xanımı qısa bir zamanda tanış oldum və çox şad oldum. Həqiqətən də çox xanım bir xanımdır, həqiqətən də elədir. Çox fədakar, çox belə qəribədir ki, çox dostcana bir xanımdır. Yəni, bütün sahələrdə əli çatdı, çatmadı. Nə desən, nə deməsən, düşür irəli, deyir ki, həll edəcəm. Yəni, hər kəsə maksimum qədər çalışır ki, öz köməyini göstərsin, yaxşılıq eləsin. Heç kimə imtina eləmir. Baxmayaraq ki, öz gücü sayəsində deyil. Amma imtina da eləmir. Çalışır ki, onu mütləq şəkildə özü o problemləri həll eləyə bilsin. İradə xanım, bir daha sizi təbrik edirik. Açığı mən belə gözləmirdim. Mən düşündüm ki, keçən kimin olacaq. Belə ayaqüstü təqdimat oldu. Nə bilim, başqa cürəyli keçəni. Bugün artıq süfrə arxasında oldu. Daha da maraqlı oldu. Təbrik edirəm. Sizi də təbrik edirəm, kollektivinizi. Çünki biz sizin kollektivinizi çox istəyirik. Sağ olun İradə xanım, təbriklər.
elə Elçin müəllimin də adından, Raminin də adından sizin hamınızı təbrik edirəm. Əyləşmirik. illərdir televiziyada həm jurnalist, həm aparıcı kimi fəaliyyət göstərir. Hal-hazırda da həm, bax, bugün bizim kollektivimiz buradadır. Azərbaycan televiziyasında hər kəsin sevdiyi bir program var. Aybə Mağazin televiziyasında. Həm Mağazin Plus'da Qonaqlar var rubrikasının, həm də Səslivi kollektivi buradadır. Azərbaycanda Yeni Azərbaycan Partiyasının tərkibində olan Səs İnformasiya bugün burada bu gözəl günü işıqlandırır. Təşəkkürümü bildirirəm hər kəsə. İr Akademiyası haqqında danışmaqla bitməz. 3 ildir. Nəinki Azərbaycanda, Azərbaycandan da kənarda İrayda xanımın təsisçisi və rəhbəri olduğu həkim doktor İrayda xanımı hər kəs tanıyır. Onun, bax, şəxsən mən öz üzümdə məşhurların simasında etdiyi o gözəlliyi, o sirlər var ki, onlar İrayda xanımın akademiyasındadır. Akademiya hətta tip kurslarıyla neçə tələbələr hazırlayır. Bölgələrə, rayonlara, hətta İrayda xanıma xaricdə belə tələbələri var. Yəni, İr Akademiyası mən inanıram ki, gələcəkdə nəinki Türkiyədə, Rusiyada, bütün dünyada tanınmış bir akademiya olacaq. Çünki bu akademiyanın belə həkimi var, belə dəyərli bir kollektivi var. Mən çox akademiyanın kurslar, tip kursları olan yerdə olmuşam, amma İr Akademiyanın əvəzi yoxdur. Burada bizim Ağbirçək Məhbə xanım söz dedi. Yəni bu sözlərdən sonra demək artıq olar. İradə xanım görürəm incidi ki, mən söz deməməyimə görə gördüm biraz daşları yuxarı qalxdı. Dedim, mən söz deməyə məcburam və məhkumam. Bugün biz oturmuşuq burada istirahət edirik. Yəni bütün bu istirahətimizi, bütün bu şadlığımızı biz bizim şəhidlərə borclayıq. Sizdən artıq da xahiş edirəm, bir dəqiqələ şəhidlərimizi yad edək. Təşəkkür edirəm. Çünki bu qələbəmizdə bu Telmanın bir mənalı olaraq böyük bir xidməti olmuş. Başına da pul qoyublar həm ermənilər, həm İranlılar, həm kimlər. Birdə bir epizodu danışım, müharibədən öncə Telman saç-saqqal parik buraxaraq Yerevana getdi. Yerevana getdi və öz evinin qabağında şəklin video çəkdi və Paşinyanın iqamətgahının qabağında bir video çəkdi, tarixi dedi və dedi ki, ermənilər biz hər an torpağımıza gələ bilərik və inşallah da gəldi. Telman gilindən bir balaca bir epizodu deyim. Laçın dəhlizi bağlananda, Telman gilin qrupası Laçın dəhlizini bağlayanda biz İstanbul'daydıq və məxfi olaraq bəzi tapşırıqları həyata keçirildik. Və keçirilən tədbirlər də çox uğurlu oldu. Həm mən, həm Telman Ermənistan Baş Prokurorluğu tərəfindən
axtarışa verilib və dünyanın 12 dövlətinə də bizə yasaqdır getmək. Yəni bunu deməkdən məqsədim odur ki, mən də daxil olmaqla biz əskərlərimizə, zabitlərimizə, Ali Baş Komandana borçluyuz ki, dünyanın biz hər yerinə gedirik, əvvəllər bir əvi xahiş edən söz danışlar. Dünyanın hər yerində olanda restoranda ermənilər gəlirdilər, biz utandıqları o restorana gedə bilmirdik. Amma indi biz həm həyat yoldaşı ilə, həm özümüzdən dünyanın hər yerində restorana gedirik, ermənilər utanırlar, qaçırlar. Mən bacılarıma ancaq uğur arzu edə bilərəm və əminəm ki, onun gülüzlü anası, atası, Allah ölənlərimizə rəhmət eləsin, qalanlarımıza min ömür versin, sağlam həyat versin. Düz çıraqla sən hələ məni gəzəcəksən, axtarmaqdan bizəcəksən, məndən bir də olmayacaq. Daha düzmürəm, tək tənha düzmürəm, mən sənsiz ölürəm ya. Ay tek güzel özün, onun bir sözü, benim fermanımdır. Onun bir sözü, benim fermanımdır. O güzel kadındır, benim canımdır. Sen onun bestesi, gel ceylanımdır. Səni çox sevirəm, təbrik edirəm səni, uğurların bol olsun, səsin yüksəklərdən gəlsin və biz hər zaman sənin nailiyyətlərinə inşallah sevinək, səni çox sevirəm, bilirsən. Yaxan, xoş gördük. Hər vaxtınız xeyir olsun. Eliyar, xoş gördük. Gözəl bir gündə, gözəl bir tədbirdə, gözəl bir təsadüf. Təbii ki, siz gözəl insansınız. Gözəl televiziya olaraq inanıram ki, bütün məşhurların və məşhur olmayan insanların yanında, Azərbaycan xalqının yanında olacaq bir durumdasınız və hər kəsi də gözəl işıqlandırırsınız. Səs TV təbii ki, səs-səda yayacaq bir televiziya olacaq inşallah gələcəyində, inşallah. Yəni yeni addımlarını atır. Bu günlərdə əlamətdar bir gündür mənim üçün. Yəni rəsmiyyətdən kənar olaraq deyəcəm ki, İradə xanım Qiyasova mənim doğma və sevdiyim əziz bacılarımdan biridir. Çox rəğbət bəsləyirəm ona insan kimi. Gəlində həkimlik, tibb aləminə İradə xanım Qiyasova Azərbaycanda sayılıb seçilən kosmetoloq, cərrah deyərdim, belə deyərdim. Yəni, bu dəqiqə çoxdur, seçimimiz çoxdur. İstər show biznes camiyyəsində, istər tibb sahəsində, istər elmi sahələrdə. Amma bilirsiniz, yaxşıların yaxşısı olmaq Allah hər insana müəssər eləmir. İradə xanım seçilmişdi. İradə xanım təmənnalı və təmənnasız gördüyü işləri eyni tərəzidə görür. Yəni, ola bilər ki, biz onun dostları, tanışlarıyıq, müraciət edirik onun akademiyasına, İr Akademiyaya. Hər bir insanı, dəxli yoxdur ki, Elxan Qaraxanoğludur, Əlidir, Vəlidir, Pirvəlidir, dostudur, tanışıdır və digər yad bir müştəridir. Ona sevgi ilə, sayğı ilə yanaşır və onun ətrafında olan personal, onun ətrafında olan əməkdaşları da həmçinin İr Akademiyaya təşrif buyuran bütün, deyərdim ki, Azərbaycan xalqının bütün vətəndaşlarına eyni xidməti göstərir. Mən çox məmnunam. Rəncil xan, xoş gördük sizi. Hoş gün. Necəsiz? Bugün də hər zaman kimi gözəlsiniz. Həqiqətən də göz oxşuyursunuz. Teşekkürler, minnettarım. Bugün bilirsiniz ki, İr Akademiyanın 3 yaş tamam olur. İstəyərdik ki, sizdən də bir xeyir dualar. İr Akademiya, İradə xanım bizim məşhur kosmetolog. Doğrudan da xanımları günü-gündən gözəlləşdirən, həqiqi elə bir əməliyyat olmuş, elə bir gözəllik. Yəni bugün onların 3 yaşı tamam olur. Təbrik edirəm.
uğurlar arzu edirəm. Həmişə xanımlarınız baxımlı olun, gözəl olun və üzünüzü, gözəlliyinizi İradə xanıma həvalə edin. Təbrik edirəm. Bayramınız mübarək olsun. Təşəkkür edirəm. Çox sağ olun. Hər vaxtınız xeyir, xoş gördük. Sağ olun, teşekkürler, hoş bulduk. Sağ olun, yaxşıyam. Siz necəsiniz? Biz də yaxşıyıq. Bilirsiniz ki, sizə doğum olan İr Akademiyanın bugün 3 yaş tamam olur. İstəyərdik ki, sizdən də bir təbrik alalım. İradə xanım ilk öncə mənim can dostumdur. Onun dışında gözəlliyi ilə, xanımlığı ilə, az öncə səhnədə də onu dedim. Hər kəsi valeh edir, amma sənəti ayrı bir olaydı. İradə xanımın, yəni Türkiyədəki, Türk show biznesindəki aktyorlar da, sənətçilər də öz üzlərini İradə xanıma əmanət edirlər və çox məmnundular. Yaxında bilirsiniz, Əmrah bəyin də konserti var. Əmrah bəy də tanışdı İradə xanımla, çox məmnun, ailecə dost olduq hamımız. İradə xanım mənim canım ciyərimdir, ona uğurlar arzulayıram. 3-cü ilidir bugün. Elə olsun ki, inşallah Allah ömür verərsə 30 illiyinə gələr. İnşallah. Uğurları bol olsun, şansı bol olsun. Nə deyə bilərəm başqa? Xoşbəxtçilik. Amin. Biz də təbriklərə qoşuluruq. Təşəkkür edirik sizə. Rica edirəm, çox sağ olun. Canlı paramız gelecek. Dostlarımızın şerefine tebrik ederim bir daha bu güzel akademiyanı. Geçemeli güzellere çıkasınız. Gözlerinde okunuyor, beni seviyorsun. Sözlerin seni ele biliyor. Sen geceyle gündüz olalım. Gel gökyüzünde yıldız olalım. Seninle mutlu yarınlar koşalım. Cehennemden alkışlar gelsin. Muhteşem alkışlar bir yerden. Gel geceyle gündüz olalım. Gel gökyüzünde yıldız olalım. Seninle mutlu yarınlar koşalım. Geçmiyor ki sensiz geceler, rüyalar yetmiyor. İsyan ediyor sensiz geceler, kalbim kim olacaksın, hadi naz yapma. Sevgili aşkı benden olacaksın, ya bana atma. Bıktırma, usandırma, seninle mutlu yarınlar koşalım. Gel beraber mesut olalım. Adam şimdi sessiz, son gidilse. Her birimiz hep beraber bir efsaneydi sizle beraber olmak. Gözlerimle buluşup ellerine dokunmak, saatlerce uzanır yanımda kalmak. Bir efsaneydi seninle beraber olmak.
elçi gəlir, anam sizə elçi gəlir, anam sizə elçi gəlir. Vay 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 vay. Oluşana sal harayı, koy yaş üstüne mi dayı? Oluşana sal harayı. Uğransam gençe değilimler, oy mişemeli. Buyur dedim oy yattan düştü. Kardeş vurdu hey mişemeli. Nadan alım oy mişemeli. Ağrın alım oy mişemeli. Nadan alım oy mişemeli. Ağrın alım oy mişemeli. Gözəl olar, hamı təkərişin. Şirvelen evine karşımda durmuşsan, şirvelen evine karşımda durmuşsan, Allah'ım sana kurban ay sar köyüne, anam sana heyran ay sar köyüne. Zar xoş gördük. Necəsiz? Hoş gördük əzizim. Eləyərdin təsəvvür nə var nə? Yaxşısan. Bu gün İr Akademiyanın ad günüdür. 3 illik yubileyləridir. İstərdik ki, 3 illiklərini belə xüsusilə bir özünə məxsus təbrik edək. Bəli, İradə xanımı təbrik edirəm ilk öncə İr Akademiyanın 3 illik münasibətilə. İradə xanım elə buradan sizi ürəkdən təbrik edirəm. Hər zaman uğurlarınız bol olsun inşallah. Maşallah adınızı çox eşidirik hər zaman bütün professional kollektivinizlə bir arada. Nə deyə bilərəm? Ürəkdən təbrik edirik. Biz də gəlmişik təbrikə. Birazdan elə səhnə bizimdir. Hər kəsə bir daha salamlarımı çatdırıram. Amma bu gün özünə məxsus təbrik olacaq. Çünki burada müğənnilərin çoxsu, indi bəli məsələn belə tədbirlərdə adətən ansambl olmadığı üçün fonoqram oxuyurlar, amma Zaur bu gün canlı oxuyacaq Zaur. Açığı bu gün planşet gətirə bilmədim mən. Ona görə bu gün canlı oxuyacağam. Yəni qorxacağım, çəkinəcəyim bir şey yoxdur. Yəni mən müğənniyəm, professional müğənniyəm, canlı da oxuya bilərəm. Yəni bu adi bir şeydir bizim üçün. Düşünürəm ki, daha professional görsənəcək. Xoş gördük. Çox əla, çox gözəl. Bu gözəl günlər necə olmaq olar? Çox əla, çox möhtəşəm. Elə bu gözəl günlə bağlı sənin təbrikini alaq. Hə, mən də istəyirəm İr Akademiyanı başda İradə xanım olmaqla bütün kollektivini ürəkdən təbrik edeyim. Hər zaman xoş günlərdə görüşək, hər zaman ən özəl günlərini, gözəl günlərini bərabər keçirsinlər. Mehribançılıq arzulayıram bu gözəl kollektivə və ən əsası hər zaman da xoş günlər olsun. Biz sənətçilər də gələk ifa eləyə bizdən əlimizdən nə gəlir? Təbrik eləmir daha neçə bundan da gözəl illərə inşallah. Emil xoş gördük. Hər vaxtınız xeyir olsun. Təşəkkürlər, minnətdaram. Bu günlərə təşəkkür. Xoş gününüzə gələk. Bu günləri İradə xanıma təşəkkürümü bildirirəm. O dəvət eləyib, sağ olsun. Eşitdiyimə görə bu günləri 3 yaşları İr stüdyasının 3 yaşları qeyd edirlər. O gün olsun 10-15 yaşları olsun. Çox gözəl ziyafətdir. Bütün sənət adamları da buradadır. Bir daha təbriklər. Səhnədə də performans göstərdiniz. Sözsüz əməkdar artistlə bir səhnə paylaşmaq mənim üçün böyük bir şərəfdir. Həngiz Kamal ona can sağlığı versin. Duetlər fikirləşsiniz arda-arda yoxsa? Bəli, birinci elə belə yazdırdıq. Yoxlamaq üçün çox gözəl alındı. Hamı çox gözəl qəbul edir. Ardıcıl yeni gələcək sözsüz ki. İnşallah. Uğurlar olsun. Təşəkkür, minnətdaram. Nura xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Həmkarım Eliyar, mən də səni gördüm. Bir növbəsində rəsmi kimi oldu, amma o qədər doğmalıq var ki, hansı ki eyni verişdə çalışırıq. Nura, istəyərdim ki, sən də bu gün əslində sənin də izzətində anılmazdır. Həm məclisə aparırsan, həm verişimizin aparırsan. Eyni zamanda istəyərdik ki, sənə doğumu olan İr Akademiya haqqında öz təbriklərini səsləndirəsən. Mən İr Akademiyası İradə xanıma artıq akademiyanın 3 illiyidir. Orada həm tip kursları var, həm tələbə hazırlayırlar. Hətta Azərbaycandan kənarda da tələbələr müraciət edir. Artıq İr Akademiyanın tələbələri, kosmetologları Azərbaycan bölgələrində, xarici ölkələrdə çalışırlar. İradə xanıma uğurlar arzu edirəm. Hər dəfə soruşursan, Nura, yenə dəyişmirsən, nə eləmirsən? Sirri bilsən nədir? İr Akademiyasının doktoru İradə xanımdır. Axır ki bu sirrin üstü açıldı. Axır ki, istəyərdim ki Nura, mən də səninlə yanaşı verişimizin sonunda istəyərdim ki mən də təbrik edeyim. Çünki həqiqətən də sənin sayəndə tanıdım İr Akademiyanı, İradə xanımı və böyük hörmətim var. İnşallah 3 yaşlar tamam olur, amma düşünürəm ki 3-ün yanında sıfırlar ard-arda düzülsün. Biz də əlbəttə ki onların yanındayıq olsa. Təbrik edirik Nura və öz adından. Uğurlarınız bol olsun.